Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Axır ki mükemmel bir yer tapmışamsa həmişə bizə mükemmel yer olur. Ama bu dəfə vahşi idealli bir şey. Deməli Balakan rayonunun düz Asan Xidmətin qarşısı. Bax, xahiş edirəm. Arxa tərəfi soruşmayın. Xəstəxananın Asan Xidmətin qarşısı dağı göstər qardaş. Bax, görsənir dağı zad. Ay sağ ol. Yəni istiqamət olaraq dağı göstərəm. Dağ tərəfdə 6 sot torpaq satılır. Tam qupçalı çıxarış. Evini istədiyi kimi tik həyətyanı, yəni sənət sünnət idealli vəziyyətdə. Nə demək istəyirəm qardaş? Göstər bax, belə gedək inşallah. Deməli 6 sot torpaqdır. 4 tərəfi də qardaş belə göstər. Bağlıdır bax, 4 bir tərəfi də bax qardaş. Bağlıdır, necə lazımdır. İçərisində belə bir dənə köhnə ev də var. Bax, yenə deyirəm. Heç kim mən orada şey eləməsin. Ev sökülməlidir, ev kürünməlidir. Onu mən nə bilirəm? Mən demədim ki, həyət evi satıram. Ev prost içində qalıb, sənə elə bir istəsən tök istəsən təmir edib yaşamağa da mümkündür. Yəni təmir edib yaşaya da bilərsən məsəl üçün. Deməli, buranın qazı var, suyu var, işığı var. Ən əsası, bax, yenə deyəm, qazı var, şoçiklərine qədər var, sayğaclarına qədər var, hər bir şey mövcuddur. İçərisində belə bir köhnə, yarıya və ya yaramaz belə bir ev də var ki, buranı bir dənə göstərək, gedək qardaş. Bax, qardaş, görürsən, kvadrat, qəşəng bir yerdir. Belə, bax, göstərim qardaş, evi zat görürsən. Evin içinə girməyə ehtiyac yoxdur, sonra mənə deməsinlər ki, qardaş, evi də göstərir. Ona görə mən deyirəm ki, qardaş, 6 sot torpaq, içərisində belə bir ev sizə pay gəlir. Qiyməti cəmi 38.000 manata təklif olunur. Nəzərə alsaq ki, gün belən düşür qardaş. Nəzərə alsaq ki, burada torpaqların bir sotu 6-7 mindir. Burada 6-7 mindir. Mən bunu 7 mindən demirəm. 6-5'e yer sotu haradasa, ən əsası nəzərə alsaq ki, 5-6 min ən azında kommunal eləyir. 38 minə təklif olunur. Qiymətlər reallıq olsa, inşallah ki, olacaqmı müəllim? Aşağı yuxarı eləyəcək mi inşallah? Səs çıxar zəhmət olmasa. Elementi qurtarıbdır. Deməli, qiymətlər reallıq olsa, endirim olacaq. Allah muazzə mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah. Dənəs ki, fırraq, quru qal, yekunlaşdır. Getdik.